Salam, hər vaxtınız xeyir olsun. Müəyyən şəxsli cümlələr mövzusu ilə test izahımız davam edir. Bundan öncə sadə cümlənin şəxsə görə növləri idi. Bu gün isə müəyyən şəxsli cümlələr, daha sonra qeyri-müəyyən şəxsli cümlələr, ümumi şəxsli cümlələr, şəxsi cümlələr bu mövzuların izahına baxılacaq. Hər birinizdən kanala abunə olmağı və videolara şərh bildirməyi istəyərdim. Və hər biriniz dəyərlisiniz. Kanalımız günü-gündən böyüyür. Sizin fikirləriniz, tövsiyələriniz mənim üçün çox dəyərli və çox önəmlidir. Başlayaq birinci sualımızla. Bütün variantların niyə doğru, niyə yanlış olmağına baxacağıq biz birlikdə. Yəni variant deyək ki, doğrudur. Məsələn, D variantı. Niyə D variantıdır? Niyə A variantı deyil? Bütün variantlara çalışacağım ki, aydınlıq gətirim. Və hərdən kənara çıxmalar olacaq. Yəni necə qaydaların izahı, yəni qaydaların izahını da çalışacağam ki, testləri izah edərkən sizə təqdim edim. Başlayaq. Yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümləni müəyyən edin deyir. Cümləni müəyyən edin. Yalnız baş üzvlər. Kitab alırdı. Kitab alırdı. Baxaq görək, alırdı xəbər. Nəyi alırdı? Əgər mən nə sualı ilə bərabər nəyi sualda verə bilirəmsə, o tamamlıq hesab olunacaq. Deməli, yalnız baş üzvlərdən deyir. Xəbər var, mübtəda yoxdur ancaq cümlədə. Sonra keçirik ikinciyə baxaq. Dünəndən onu axtarıram. Axtarıram xəbər. Deməli, kimi axtarıram? Onu. Bizə ikinci dərəcəli üzvlər lazım deyil. Yalnız baş üzvlər olmalıdır. Ona görə də baxırıq. Gözəl günlər məktəbin həyətində idi. Məktəbin həyətində idi xəbər. Nə idi? Güllər, üzr istəyirəm. Həyətində nə idi? Güllər. Bu da təyin olacaq. Ona görə bu variantda keçdik. Ağıllı sözü eşitmək də ağıl əlamətidir. Ağıl əlamətidir xəbər. Nədir ağıl əlaməti? Ağıllı sözü eşitmək. Bu məsdər tərkibi var burada. Bunu fe'li birləşmələr mövzusunda bunları izah eləmişəm. Necə tapmaq lazımdır? Yəni cavabımız olacaq da bu. Elə müəyyən şəxsli cümlədir, özdə baş üzvlərdən ibarətdir. Siz daha bunu düşünməyin. Düşünməyin xəbər, kim, siz, nəyi düşünməyin, bunu burada da tamamlığı var, ona görə keçirik variantın üzərinə. İkinci suala baxırıq. İsmi xəbərli müəyyən şəxsli cümləni müəyyən edin. Həm ismi xəbərli olsun, həm də müəyyən şəxsli olsun. Baxırıq deyə burada dolmuşdur. Məsələn, fe'li xəbərli çıxırıq elə indənə. Bax, dolmuşdur sözünə. Olmayaq. Bax, burada da fe'li xəbər var. Buna da çıxırıq. Burada da sevinirdilər. Bu variantları çıxdıq. Fe'li xəbərli cümlələr ümumiyyətlə baxmırıq. Qalır 2 dənə variant. A və B variantları. Fərhadın qardaşı dostumdur. Dostumdur xəbər. Kimdir dostum? Fərhadın qardaşı. Müəyyən şəxsli cümlədir. Müəyyən şəxsli cümlələr necə olur? Mübtədası ya var, ya da ki təsəvvür eləyirik. Amma bəzi istisnaları çıxmaq şərti ilə bu mövzunun izahı var kanalda. Mən bu müəyyən şəxsli cümlə, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxsiz cümlələr, adlıq cümlələr bunların izahını vermişəm. Baxırıq ki, burada mübtəda gözümüzün qarşısında ismi xəbərli, yəni şərtimizə uyğun gəlir elə A variantını qeyd edirik cavabda. İkincini nəyə götürmürük? Əsrin əvvəlləridir. Bu şəxsiz cümlədir. Mübtəda tələb eləməyən cümlədir bu. Mübtədası yoxdur, tələb də etmir. Ona görə də keçirik B variantına da. Ancaq ismi xəbərli idi. Keçirik üçüncü suala. Yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümlə hansıdır? Baş üzvlərdən ibarət olsun, müəyyən şəxsli olur. Tikintidə işlər get-gedə sürətlənirdi. Deməli, sürətlənirdi xəbər. Nə işlər? Harada sürətlənirdi? Tikintidə. Deməli, burada yalnız baş üzvlər deyir. Yalnız baş üzvlər deyirsə variantı keçirik, ardına baxmırıq. Atam qışda qayıtdı. Qayıtdı xəbər. Nə vaxt qışda? Burada da ikinci dərəcəli üzv var, keçirik. Qohumlarımın biri sahə rəisi idi. Sahə rəisi idi ikinci nötəyin söz birləşməsi, yəni ismi birləşmə. Bu oldu xəbər. Kim idi sahə rəisi? Qohumlarımın biri. Bu da söz birləşməsinin aslı və əsas tərəfləri. Mübtəda və xəbər, yəni yalnız o baş üzvlərdən ibarət oldu C variantı. Sonra da müəyyən şəxsli cümlə hesab olundu. Ona görə də C-ni yazdıq bura cavab kimi. Sonra D-yə baxaq. Sahə həkimi Ramiz bizim qonşumuzdur. Bizim qonşumuzdur xəbər. Kim? Ramiz. Hansı Ramiz? Sahə həkimi. Bu da oldu təyin. Yəni bizə lazım deyil axı. İkinci dərəcəlilər. Sərin meh əsir. Əsirdir xəbər. Nə? Meh. Necə? Sərin. Bu da təyin. Ona görə bu da olmur. Keçdik 4. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümlədir. Yalnız baş üzvlərdən ibarət olsun. Var. Predikativ söz və müstəqil xəbər. Nə var? Yox, daha doğrusu kim var? Kimsənin özü ilə var. Harada var? Orada.
Bu alınmadı. Çünki zəflik var cümlədə. Ondan sonra baxırıq B-yə. Qızılgüllər yaz gələndə göz oxşayır. Göz oxşayır frazoloji. Nə qızılgüllər, nə vaxt yaz gələndə, bu da zəflik, ona görə bu da alınmır. Bizə biri yalnız sözü var burada. Baş üzvlərdən ibarət müəyyən şəxsli cümlədir. Mənə yaman soyuqdur. Soyuqdur xəbər. Necə nə qədər soyuqdur? Yaman, bu da zəflik. Ondan sonra miqdar zəfliyi. Kimə soyuqdur? Mənə. Bu deməli heç müəyyən şəxsli cümlə olmadı. Şəxsiz cümlə. Ondan sonra sənə zəng edən mənim müəllimim idi. Mənim müəllimim idi. Xəbər. Mənim müəllimim kim idi? Sənə zəng edən. Fe'li sifət tərkibinə ifadə olunan mübtəda. Yalnız baş üzvlər var. Özdə müəyyən şəxsli cümlədir. D-ni yazırıq biz də cavablarda qeyd elədik. Onun atası kənddə müəllimdir. Müəllimdir. Xəbər. Harada müəllimdir? Kənddə. Yalnız baş üzvlər lazım idi bizə. Ona görə keçdik bunu da. Sonra keçdik 5-ci sual. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümlədir. Səyahətə çıxan uşaqları dünən yola saldılar. Deməli, yola saldılar xəbər. Yola saldılar xəbər. Kim? Onlar. Bizə nə lazım idi? Müəyyən şəxsli lazımdır. Bunlar varsa burada qeyri-müəyyən şəxsli cümlədir. Mübtəda da yoxdur. Səyahətə çıxan uşaqlar dönər. Deməli, bu variantın üzərinə keçdik. Onlar yola saldılar deməli idik də biz. Bir az səbir etmək, səhərin açılmasını gözləmək lazım idi. Lazım idi xəbər. Nə lazım idi? 2 dənə mübtəda. Bir az səbir etmək, sonra səhərin açılmasını gözləmək. Bax, 2 mübtədalar da. Baxaq şərtə. Biri yalnız baş üzvlərdən ibarət müəyyən şəxsli cümlədir. Baş üzvlərdən ibarətdir də elə. Yəni başqa özü yoxdur ki burada. 2 dənə mübtəda var, bir dənə də xəbər var. Ona görə də cavabımızı qeyd edirik bunu. B variantını. Ulduzlar günəş şəfəq saçanda yoxa çıxır. Deməli, yoxa çıxır xəbər. Nə yoxa çıxır? Ulduzlar. Nə zaman yoxa çıxır? Günəş şəfəq saçanda. Bu da zəflik var cümlədə. Ona görə keçdik. Ətraflı müzakirə etdikdən sonra təklifləri düşünüb razılığa gəldik. Razılığa gəldik xəbər. Ondan sonra necə razılığa gəldik? Təklifləri düşünüb. Burada da başqa ikinci dərəcəli üzvü var. Keçdik onun üzərindən. Bu variantın bizə ikinci dərəcəli üzvü olmasın gərək. Yalnız baş üzvlər lazımdır bizə. Kəndin kənarında səfalı bir yer, göy çəmənli, hər tərəf gül çiçək, gözəl mənzərə. Bu adlıq cümlədir. Bizə nə lazımdır? Müəyyən şəxsli cümlə. Burada görürük xəbər yoxdur. Mübtəda əsasında formalaşan bir cümlədir. Ona görə heç baxmırıq da buna. Keçdik 6-cı sualımıza. Yalnız baş üzvlərdən ibarət ismi xəbərli müəyyən şəxsli cümlədir. Burada artıq 3 dənə şərt var. Baş üzvləri olsun yalnız, ondan sonra ismi xəbərli olsun, bir də müəyyən şəxsli olsun. Sənin kitabının vərəqləri stolun üstündədir. Stolun üstündədir xəbər. Nə? Sənin kitabının vərəqləri. Bəli, cavab olar da elə. Yalnız baş üzvlər var. Özdə ismi xəbərlidir, özdə müəyyən şəxslidir. Deməli, 6-cı sualda elə A-nı biz qeyd elədik. Baxırıq B-yə. Gələn qonşumuz Əlinin böyük qardaşıdır. Əlinin böyük qardaşıdır xəbər. Söz birləşməsi də Əlinin qardaşı. Kimdir Əlinin böyük qardaşı? Gələn. Hansı Əlinin qonşumuz? Bu da təyin. Bizə lazım deyil də ikinci dərəcə üzvü olmasın gərək. Diş həkimi Lalə xanım diqqətlidir. Diqqətlidir kim? Lalə xanım. Ondan sonra hansı Lalə xanım diş həkimi? Bu da təyin oldu. Ona görə bu variantın üzərinə keçdik. İkinci dərəcəli olmasın gərək. Sonra hadisədən xəbərin varmı? Varmı xəbər? Nə var? Xəbərin. Mübtəda. Nədən varmı? Nədən xəbərin varmı? Hadisədən. Yox, xəbərin varmı birlikdə götürək burada, düz gəlmir. Xəbərin varmı xəbər? Nədən xəbərin varmı? Hadisədən. Bu da olsun tamamlıq. Bizə bu da lazım deyil. Əslində burada söz birləşməsinin tərəfi olur. Xəbərin varmı? Varmı xəbər? Nə var? Xəbərin varmı? Xəbərin. Sənin xəbərin deyən mənsubiyyətdir orada. Nədən var? Bunu deməyək də. Nədən var? Hadisə. Əslində bu sual tələb etmir. Bu sual var. Bu predikativ sözlərdir. Bu mübtəda tələb etmir də.
Xəbərin var. Nə var xəbərin? Nədən var hadisədən? Hə, yox, elə olur. Başa düşdüm. Özür sayın biraz. Özüm biraz qatışdırdım burada. Deməli, var xəbər. Nə var? Xəbərin var. Nədən var? Hadisədən. Yəni, belə götürəcək də. Yəni, tamamlığı var. Ona görə götürmürük bunu da. Salur Qazanın evinin yağmalanmışdı. Salur Qazanın evi yağmalanmışdı xəbər. Nə yağmalanmışdı? Salur Qazanın evi birlikdə oldu mübtəda, amma nə üçün olmadı bu? Fe'li xəbərlidir. Çünki yağmalanmışdı. Xəbər şəklində olan bir sözdür. Ona görə də alınmır. Cavabımız oldu A variantı. 7-ci suala baxaq. İkinci dərəcəli cümlə özünün işləndiyi müəyyən şəxsli cümləni müəyyən edin. İkinci dərəcəli də olsun, müəyyən şəxsli cümlə olsun özdə. Baharın nəfəsi duyulur. Duyulur xəbər, nə duyulur? Baharın nəfəsi alınmadı bu. Uşaqlar məktəbdən çıxanda günorta idi. Günorta idi xəbər. Nə vaxt günorta idi? Uşaqlar məktəbdən çıxanda deməli zaman zərfliyi müəyyən şəxsli cümlə deyil özdə bu. Sonra general-mayor Polad Həşimov Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan xalqının qürur mənbəyidir xəbər. Azərbaycan xalqının qürur mənbəyidir. Bu birlikdə xəbər gedəcək. Ondan sonra kim Azərbaycan xalqının qürur mənbəyidir? Polad Həşimov. Hansı Polad Həşimov? General-mayor. Ona görə də burada biz cavab götürəcək C variantının. Təyin də var. Mübtəda, yəni müəyyən şəxsli cümlədir özdə. Şuşanın havasından ötürü burnumun ucu göynəyir. Burnumun ucu göynəyir xəbər frazeoloji. Buna mübtəda tapmaq mümkün deyil də. Bu şəxsiz cümlə gedir artıq. Daha baxmıram ardına. Sonra iclasda əsgərlik məsələsinə də baxılırdı. Bu da şəxsiz cümlədir. Baxılırdı nə, kim, hara, belə alınmayacaq. Yəni mübtəda yoxdur. Ona görə bizə müəyyən şəxsli cümlə lazımdır. Keçdik 8-ci suala baxırıq. Biri müəyyən şəxsli sadə cümlədir. Soyuq qış gecələrindən biri idi. Deməli, qış gecələrindən biri idi. Bax, qış gecələrindən biri idi bizim xəbərimiz. Necə qış gecələrindən? Soyuq. İndi mübtəda tapmaq olarmı buna? Bu yox. Bu şəxsiz cümlə deyərlər belə cümlələrə. Mübtəda təsəvvür etmək mümkün deyil buna. Yəni kim qış gecələrindən biri idi? Nə qış gecələrindən biri idi? Hara qış gecələrindən biri idi? Alınmır. Heç bir mübtəda tapmaq olmur. Şəhidlərin məsələsinə baxıldı. Baxıldı, yəni bu da şəxsiz cümlədir. Nəyə baxıldı? Şəhidlərin məsələsinə tamamlıqda, amma mübtəda təsəvvür olunmur bu cümlədə. Cavanların bir qismi müxtəlif sexlərdə çalışırdı. Çalışırdı xəbər, harada sexlərdə çalışırdı, necə sexlərdə, müxtəlif sexlərdə təyin. Kim çalışırdı? Cavanların qismi. Bax, söz birləşməsi də müəyyən şəxsli cümlədir, sadə cümlədir özdə. Ona görə də C variantını yazırıq cavab kimi. Sonra baxırıq D-yə. Qaçanı qovmazlar. Bu, belə cümlələr ümumi şəxsli cümlələr deyirlər. Mübtəda yoxdur, larlərlə ifadə olunur və yaxud da sansənlə. Deməli, özdə fikir hamıya aid olur. Mübtəda da olmur cümlədə. Kimi qovmazlar, qaçanı, o da tamamlıq. Keçdik. Dünən tərtib edilən siyahıya nəzər salındı. Nəzər salındı şəxsiz cümlənin xəbəridir və şəxsiz növdə olan bir feildir həm də. Ona görə də baxmırıq da, müəyyən şəxsli cümlə lazımdır bizə. Biri müəyyən şəxsli cümlə deyildir. Nuriyyənin yeganə qızı hüquq işçisidir. Hüquq işçisidir xəbər. Kim? Nuriyyənin qızı. Söz birləşməsi, üçüncü növ. Mübtəda var. Deməli, müəyyən şəxsli cümlədir. Arzum həkim olmaqdır. Deməli, belə olanda nə demişdik? Məsdər və yaxud da fe'li sifət şəkilçisi qəbul edən söz xəbərdirsə, cümlədə yalnız mübtədanı tapırıq. Olmaqdır xəbər. Olmaqdır xəbər. Nə olmaqdır? Belə tapırıq da. Arzumdur olmaq. Deməli, həkim olmağı da qatırıq belə bir-birinə. Əslində bu mürəkkəb feildir. Ancaq ki, mən ümumi deyirəm də, yəni tərkib, bir dənə mübtədanı tapırsınız, qalanlarını xəbər götürürsünüz. Onu demək istəyirəm. İclasın insanın dünyanın əşrəfi olduğunu deyirlər. Deyirlər xəbər. Kim deyir? Onlar deyir. Bu müəyyən şəxsli cümlə deyildir. Bu qeyri-müəyyən şəxsli cümlədir. Çünki deyirlər mübtədası da onlardır, özdə buraxılıb mübtədası. Ona görə keçdik bunu, təhlil eləmirik. Bacı, sən gah gülürsən, gah ağlayırsan. Deməli, ağlayırsan, kim? Sən. Gülürsən, kim? Sən. Bu bacı da xitabdır, ona işimiz yoxdur. Biri müəyyən şəxsli cümlə deyildir.
Bu müəyyən şəxsli cümlədir. Hə, müəyyən şəxsli cümlə deyil deyirsə, deməli biz C-ni yazırıq da, keçdim mən üzərindən, özür diləsən. B-ni isə yazmırıq cavab. Çünki müəyyən şəxsli cümlədir, mübtəda var cümlədə. Burada da mübtəda var. Bax, D variantında sən mübtədası var. Ona görə keçdik bunu da üzərindən. Yəni müəyyən şəxsli cümlədir. Bizə müəyyən şəxsli cümlə deyil deyir şərtdə. Sonra Y variantına baxırıq. Uşaqlar ona sükuti deyirdilər. Azad hekayəsində cümlədir. Deyirdilər. Nə deyirdilər? Deməli, kim deyirdi daha doğrusu uşaqlar? Kimə deyirlər ona? Deməli, sükuti deyirdilər. Bunu da tamamlıq deyərdik də. Nə deyirdilər? Qeyri-müəyyən vasitəsiz tamamlıq. Sonra cavabımız hansı oldu? Müəyyən şəxsli cümlə olmayan C variantı oldu. Ay qardaşlarım, ay qardaşımdır. Elə o deyilmi vətənimizi gündən günə inkişaf etdirən cümləsi haqqında deyilənlərdən biri düzgündür. Baxaq görək, deyir ay qardaşlarım, elə o deyilmi vətənimizi gündən günə inkişaf etdirən. Bu cümlə əslində qarşıdırılıb da vətənimizi gündən günə inkişaf etdirən o deyilmi? Bax, o deyilmi xəbər. Deməli, bu elə ədat. O deyilmi? O kim deyil? O kim deyil? Vətənimizi gündən günə inkişaf etdirən. Bu da olacaq bizim üçün mübtəda. Bax, belə. Elə deyib onu da belə. O ay qardaşım, o xitab getdi. Qardaşım orada elə də ədat götürdük. Ona görə təhlil eləmədik. İndi düzgün olan cavab lazımdır. Fe'li xəbərli cümlədir deyir. Fe'li xəbərli cümlə yox, deyilmi deyir. O ismi xəbərli gedər. Ondan sonra mübtəda deyir, ismi birləşmə ilə ifadə olunmuşdur. Mübtəda ismi birləşmə yox, fe'li birləşmə etdirən ən var burada. Ona görə bu da səhv cavabdır. Xəbər fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Xəbər deyir, o deyilmi? O da fe'li sifət olmur axı. Onlar etdirən sözünü nəzərdə tuturlar, o da xəbər deyil. Söz sırasına əməl olunmuşdur. Söz sırası, yəni cümlə özünün ardıcıllığı kimi başa düşək burada. Söz sırasına əməl deməli olunmayıb axı. Çünki birinci xəbər gəlib, sonra mübtəda gəlib. Ona görə bu da səhvdir. Müəyyən şəxsli cümlədir, bəli, mübtədası vardır deyənə müəyyən şəxsli cümlədir. 10-cu sualda Y variantını götürdük. Deyir, ay bacım, elə bu cavan deyilmi bayrağımızı bütün dünyada tanıdan? Eyni tipli cümlədir. Deməli, elə bu cavan deyilmi? Cavan deyilmi? Xəbər. Hansı cavan deyilmi? Bu cavan deyilmi? Elə işimiz yoxdur. Bu cavan kim deyil? Kimdir bu cavan yəni? Bayrağımızı bütün dünyada tanıdandır bu cavan. Ona görə mübtədanı götürdük burada. Fe'li sifət tərkibi. Nə lazımdır? Doğru cavab düzgündür deyir. Fe'li xəbərli cümlədir, yox, ismi xəbərlidir. Bu keçdik. Mübtəda ismi birləşmə ilə ifadə olunmuşdur. Mübtəda ismi birləşmə yox, fe'li birləşmə ilə ifadə olunub. Söz sırasına əməl olunmuşdur, əməl olunmamışdır. Mübtəda xəbərdən sonra gəlir deyənə. Xəbər fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Xeyr, xəbər cavan deyilmi? İsmi xəbərdir. Ondan sonra müəyyən şəxsli cümlədir, bəli. Y variantını 11-ci sualda qeyd elədik. İndi baxaq 12-ci sual. Biri müəyyən şəxsli sadə cümlədir. Ana, axı keçmişi, bu günü, sabahı görməmək körluqdur. Körluqdur xəbər. Deməli, keçmişi, bu günü, sabahı görməmək. Hamısı birlikdə aslı tərəflərin sadalanmağıdır burada. Mübtəda olacaq və olacaq nə? Mübtəda və fe'l məsdər tərkibi. Biri müəyyən şəxsli sadə cümlədir. Həm də sadə cümlədir də. Nə problem var? Heç nə. Götürdük A variantına. Bax, birisini baxaq. B variantına baxaq. Dostu dar gündə tanıyarlar. Bu ümumi şəxsli cümlədir. Onlar. Yəni hamıya aiddir də fikir. Ona görə də bunu keçdik üzərindən. Mübtəda da yoxdur cümlədə. Ay uşaqlar, göndərdiyiniz məktublara hələ cavab verilməyib. Cavab verilməyib xəbər. Cavab verilməyib. Deməli, cavab verilməyib. Bu olacaq, deməli, məktublara hələ cavab verilməyib. Bu şəxssiz cümlə sayılacaq. Mübtəda təsəvvür etmək mümkün deyil. Bacarmadığın işdən yapışma. Təkcə sən yox, hamı. Hamıya aiddir bu fikir. Mübtədası da sən olmalıdır. Bu da deyil, müəyyən şəxsli lazımdır bizə. Artıq işləməyin vaxtıdır. İşləməyin vaxtıdır xəbər. Deməli, mübtəda da tələb eləmir şəxssiz cümlədir. Artıq da orada ədatdır.
Deməli cavabımız hansı oldu? A variantı oldu. İndi biri müəyyən şəxsli sadə cümlədir. Elə bil onun tilsimləmişdilər. Gücünü almışdılar. Almışdılar xəbər. Nəyə almışdılar gücünü? Ondan sonra tilsimləmişdilər xəbər. Kimi onu. Bu elə bildəki modal söz. Bu qeyri-müəyyən şəxsli cümlə deyirlər belə cümlələrə. Keçdik. Mübtədası da yoxdur. Hər şeydən ötürü dava salmazlar. Təkcə sən yox. Deməli, deyək ki, bu hər kəsə aiddir də. Hər kəsə aiddir. Yəni təkcə sən yox, hər kəsə də aiddir ki, dava salmazlar. Ona görə də bu variantın üzərinə keçdik. Yəni qeyri-müəyyən şəxsli cümlə, yox, üzr istəyirəm. Bu qeyri yox, ümumi şəxsli cümlədir. Keçdik. Bizə müəyyən şəxsli cümlə lazımdır. Biz məktəbə çatanda günorta idi. Günorta idi. Nə vaxt? Biz məktəbə çatanda. Bu da zaman zərfliyi. Bu da müəyyən şəxsli sayılmadı, şəxsi sayıldı. Sonra kitablar paylananda oktyabr ayı idi. Eyni tipdə bu da. Oktyabr ayı idi xəbər. Nə vaxt oktyabr ayı idi? Kitablar paylananda. Ona görə bu da sayılmadı və şəxsiz cümlə oldu bu da. Müəllimlik hamının etirafına görə olduqca gözəl sənətdir. Sənətdir xəbər. Nədir sənət? Müəllimlik. Mübtəda var, bəli var. Müəyyən şəxslidir və sadə cümlədir özü də. Cavab Y variantıdır. Müəyyən şəxsli cümlələri müəyyən edin deyir. Müəyyən şəxsli cümlə. Uzun illərin ayrılığından sonra onu tanımamışdım. Tanımamışdım xəbər. Kim tanımayıb? Burada ım var. Mən tanımamışdım. Mübtəda yoxdur, amma mən onu bərpa edə bilirəm rahatçılıqla. Ona görə də biri qeyd elədik, yəni müəyyən şəxsli cümlə kimi. Gecənin bir anı idi. Gecənin anı bu şəxsi cümlə gedir. Hamısı birlikdə də xəbər olacaq özdə. Ona görə keçdik üzərindən. Günəş qüruba enəndə rəngi saralır. Saralır xəbər. Nə saralır? Rəngi. Nə vaxt saralır? Günəş qüruba enəndə. Deməli. Bu olacaq nə? Günəş qüruba enəndə. Bir tane baxaq görün. Burada təhsili düz eləmədim. Günəş saralır. Saralan rəngi deyil. Saralan günəşdir. Deməli, bunu iki cür düşünürəm. Günəş qüruba enəndə rəngi saralır. Bunu belə başa düşürəm də günəş saralır da deyə bilirsiniz bəzən. Günəş saralır. Günəş saralmır da belə məntiqsiz olur. Çünki günəş elə özü sarı rəngdədir də belə baxanda. Bu heç. Ona görə birlikdə zaman zərfi götürəcəksiniz. Rəngi sözündə mübtəda götürəcəksiniz. Yəni kiminsə, başqa adamın rəngini deyək ki, günəş qüruba enəndə rəngi saralır. Belə kimi düşünək də. Ona görə də keçdik bu. Keçdik deyəndə ki, cavab kimi götürdük. Çünki mübtəda var, rəngi sözünü götürdük. O vaxtdan xeyli keçmişdi. Keçmişdi xəbər. Nə keçmişdi? Deyə bilmirəm. Nə qədər keçmişdi? Xeyli. Nədən keçmişdi xeyli? O vaxtdan. Bunlar birlikdə olacaq, tamamlıq. Deməli, 4 olmadı müəyyən şəxsli cümlə. Dostum, indi yolçu yolda gərəkdir. Gərəkdir xəbər. Kim gərəkdir? Yolçu. Harada gərəkdir? Yolda. Deməli, mübtəda varsa götürdüm elə cavab kimi. 1, 3, 5. Haqqınızda çox söz deyirlər. Bu qeyri-müəyyən şəxsli cümlədir. Deyirlər. Kim? Onlar deyirlər. Yoxdur onlar da cümlədə. Keçdik 15-ci sualımıza. Müəyyən şəxsli cümlələri müəyyən edin deyir. Hər şeyin bir kölgəsi var deyir. Hər şeyin kölgəsi. Bu birlikdə hər də qoşulur ona və gedir bu hər şey qeyri-müəyyən əvəzlik kimidir, yəni belə və aslı tərəf vəzifəsindədir. Ona görə bu oldu şəxssiz cümlə. Bizə nə lazımdır? Müəyyən şəxsli. Uzaqdan baxana döyüş asan gələr. Asan gələr xəbər. Nə? Döyüş. Mübtəda var, var. Götürdük onda müəyyən şəxsli cümlə kimi. Bar gətirən ağaca balta çalmazlar deyir. Deməli, hər şeyin bir kölgəsi var. Üzr istəyirəm. Burada bax, mən var, yox, predikativ sözlər var. Onları mən düz götürmədim. Xəbəri qatdım mübtədaya. Var xəbər. Nə var? Hər şeyin kölgəsi. Bax, belə olur. Adam fikirli olanda belə şeylər eləyə bilir.
Deməli, xəttin birini silək. Hə. Hər şeyin bir kölgəsi oldu. Nə var? Hər şeyin bir kölgəsi var. Yəni mübtədadır o. Orada da xəbər var sözüdür. Ona görə biri də biz cavab kimi qeyd edirik. 1, 2. Bar gətirən ağaca balta çalmazlar. Bu ümumi şəxsli cümlədir. Deməli, bu ümumi şəxsli cümlə olduğuna görə baxmırıq buna. Deyir, bəyin çeşməsindən su içmə. Təkcə sən yox, hamıya aiddir bu. Yəni sən içmə, belə deyək də. Bu ümumi şəxsli cümlə deyirlər buna da. Atalar sözünə oxşayır, özü də mübtəda yoxdur. Özümüz tapırıq da mübtədasını, belə deyək. Ona görə 4-də keçirik. Hər adamın əkdiyi bitməz. Bitməz xəbər nə bitməz? Adamın əkdiyi, fe'li sifət tərkib. Hər adamın əkdiyi bu olacaq mübtəda. Mübtəda var, xəbər var, müəyyən şəxsli cümlə hesab olunur. 1, 2, 5 cavabını götürdük. Növbəti izahda qeyri-müəyyən şəxsli cümlələr ilə qarşınızda olacaq. Bu qeyri-müəyyən şəxsli cümlələrin izahını verməyə çalışacağıq.